Salam əziz abituriyentlər, Dövlət İmtahan Mərkəzinin 20 sınaq test bankının 17-ci sınağına baxaq. Geoloji eralara aydınlıq xüsusiyyətləri müəyyən edək. Kriptozoya və fanerozoya aydınlıq xüsusiyyətləri baxacağıq. Güclü vulkanizmin başlaması kriptozoya aiddir. Birinciyə A. Birinciyə A-nın olmadığı variantları silmək olar. Tetis okeanın parçalanması fanerozoya aiddir, yəni aşkar həyata aiddir. İkinciyə B. İkinciyə B-nin verilmədiyi variantları da silsək, cavab yalnızca B variantı qalır. Bakteriyaların, iptidai hüceyrələrin, tək hüceyrələrin yaranması kriptozoya aiddir. Birinciyə C. Pangeya qurusunun parçalanması, yəni Gondwana və Lavraziyanın bölünməsi fanerozoyda olmuşdur. İkinciyə D. Çılpaq toxumlu və örtülü toxumlu bitkilərin yayılması fanerozoya aiddir. İkinciyə həm də Y. Cavab B variantı. Günəş şüalarının payız gecə-gündüz bərabərliyi günü günorta vaxtı 50 dərəcə uca altına düşdüyü məntəqələr arasında ən qısa məsafə 1/30 milyon miqyaslı xəttdə nə qədər olar? Bilirik ki, Günəş payız gecə-gündüz bərabərliyi günü ekvatorda zenitdədir və Günəş ekvatorda zenitdədirsə 50 dərəcə bucaq altında düşməsi 40 dərəcə şimal və 40 dərəcə cənub enliklərinə aiddir. 40 dərəcə şimal və 40 dərəcə cənub enliklərinin arasında isə 80 dərəcə coğrafi enlik fərqi var. Və meridian üzərində bu 80 dərəcə 111 kilometr vursaq 8880 kilometr eləyəcək. Miqyasımız da 300 kilometr olarsa 8880-i də 300-ə bölsək cavabımız 29,6 eləyəcək, yəni C variantı. Uyğunluğu müəyyən edək. Mineral bulaqlar. 1 rəqəmi ilə xaltan, yəni 1-ə C, 2 rəqəmi ilə ilisu, 2-yə D, 3 rəqəmi ilə şırlan, 3-ə A, 4 rəqəmi ilə darıdağ, yəni B və 5 rəqəmi ilə şıx, yəni Y verilmişdir. Cavab A variantı. Ölkə əhalisinin sayı 2023-cü ildə 72 milyon 500 min nəfər olmuşdur. Ölkədə hər 1000 nəfərə doğulanların sayı 6, ölənlərin sayı 2 nəfər olub. Növbəti ildə ölkə əhalisinin sayı 72 milyon 700 min nəfər olarsa, bu müddət ərzində ölkədən gedənlərin sayını 1000 nəfərlə hesablayaq. Əvvəlcə bu ilin sonuna qədər təbii artımın nə qədər olduğuna baxırıq. Görürük ki, 6 nəfər doğulub, 2 nəfər ölüb, deməli 1000 nəfərə 4 nəfər artım var. Onda 72 milyon 500 min nəfərə artım olacaq 290 min nəfər. Artan bu əhalini əvvəlki sayın üstünə gəlsək, yəni 72 milyon 500 min nəfərin üstünə 290 min nəfər gəlsək, eləyəcək 72 milyon 790 min nəfər. Ancaq əhalinin sayı il sonunda 72 milyon 700 min nəfər olmuşdursa, 72 milyon 700 mini verilən rəqəmdən çıxsaq, görərik ki, əhali 90 min nəfər azalıbdır. Yəni cavab D variantı. Doğru bəndləri müəyyən edək. İqlim qurşağı, onun xüsusiyyəti və yerləşdiyi materik. Ekvator iqlim qurşağı il boyu isti və rütubətli şərti doğrudur, amma açıq yerləşməsi doğru deyil. Birinci şərt yanlışdır, birinci şərtin verildiyi C variantını silirəm. Subtropik iqlim qurşağı yay isti və quru, çünki tropik hava kütlələri gəlir, qışı rütubətli, çünki mülayim hava kütlələri gəlir. Şimali Amerikada və Avrasiyada bu iqlim qurşağı var. Deməli, ikinci şərt doğrudur, ikinci şərtin verilmədiyi variantları silirəm. Tropik iqlim qurşağı. Səpələnən radiasiya və yağıntıların miqdarının az olması bir-birinin ziddi fikirlərdir. Belə ki, tropik iqlim qurşağında əsasən düz radiasiyadır. Səpələnən radiasiya olan yerdə isə yağıntının miqdarı çox olması lazımdır. Deməli, üçüncü şərt yanlışdır. Mülayim iqlim qurşağı. Fəsillər aydın seçilir, alçaq təzyiq sahəsi yaranır. Doğrudur.
Avrasiyada və Şimali Amerikada hər ikisində var. 4-cü şərt də doğrudur. Deməli, D variantında silinə bilər. Subarktik iqlim qurşağı yağıntıların miqdarının çox olması şərti yanlışdır. Çünki burada yağıntılar miqdarı azdır. Həm yağıntı, həm də buxarlanma azdır. Cavab A variantı. Xəritə sxemə əsasən Xanbulançay 5, Yenikənd 3, Arpaçay 1 və Ceyranbatan 4. Su anbarlarının yerləşdiyi təbii vilayətləri müvafiq olaraq ardıcıllıqla düzək. Yenikənd burada, Arpaçay burada və Ceyranbatan burada. 5, 3, 1, 4 cavab Y variantı. Mənsəbi okean səviyyəsində olan çayın orta meyilliyi 3,5 metr bölünsün kilometr, uzunluğu 2000 kilometrdir. Çayın mənbəyinin mütləq hündürlüyü müəyyənləyin. Çayın meyilliyi bərabərdir, onun düşməsi bölünsün uzunluğuna. Yəni 3,5 bərabərdir, düşmə bölünsün 2000-ə, deməli düşmə bərabərdir 7000 metr. Çayın mənsəbi okean səviyyəsində olduğuna görə onun mənbəyi 7000 metr hündürlükdədir. Cavab C variantı. Xəritə sxemdə göstərilmiş okean cərəyanlarının yaratdığı iqlim şəraiti. Gördüyümüz qədər verilən cərəyanların hamısı isti cərəyanlardır. Çünki isti cərəyanların ekvatordan qütblərə doğru axmaq xüsusiyyəti var. Somali cərəyanı istisna və belə cərəyanlar axdıqları yerin sahilində buludlu, yağışlı, rütubətli hava şəraiti və meşə landşaftı formalaşdıra bilər. Buludsuz hava şəraiti şərti yanlışdır. Birinci şərtin olduğu variantları silirəm. Buxarlama ilə buxarlama qabiliyyəti arasında fərqin az olması şərti doğrudur. Yüksək təzyiq sahəsi şərti yanlışdır. Yağıntıların miqdarının çox olması və buludluluq və havanın qalxan hərəkəti doğrudur. Cavab A variantı. Küraraz ovalığı, Araz boyu düzənliklər və Abşeron iqliminə aid ümumi xüsusiyyət. İllik temperatur amplitudu kiçikdir. Bu şərt yanlışdır, çünki fəsillərin aydın müşahidə edildiyi ərazilərdə illik temperatur amplitudu əsasən böyük olur. Qışı soyuq keçən yarımsəri quru çöl iqlimi mövcuddur. Bu şərt yanlışdır, çünki bu şərt Naxçıvanın düzənliklərinə aiddir. Yayı qura keçən mülayim isti iqlim hakimdir şərt də yanlışdır. Yayı qura keçən mülayim isti iqlim Lənkəran ovalığı, Talışın orta dağlığı, Böyük və Kiçik Qafqazın cənub-şərq qurtaracağındadır. Mümkün buxarlamanın yağıntının daha çox olduğu ərazilərdə şərti doğrudur. Deməli, D variantı. Rütubətləmə əmsalı vahidə bərabərdir şərti də yanlışdır. Ərazisində mövcud olan landşaft tiplərinin sayının artmasına görə təbii vilayətlərin ardıcılığı müəyyənləyin. Burada düzənlik ərazini özündə əks etdirən Kür dağ çökəkliyində ən az landşaft tipi olar. Daha sonra düzən meşə, dağ meşə, dağ yarım səhraları, dağ ksorofit olaraq ikinci yerdə Lənkəran olar. 3, 4. Kiçik Qafqaz, dağ çöldən subnivala qədər, Böyük Qafqaz isə yarım səhradan nivala qədər olan landşaftları özündə əks etdirir. Deməli, 3, 4, 2, 1 cavab Y variantı. Yanlış bəndi müəyyənləyin. Argentina, Nigeriya federativ respublikalardır. Bu doğru fikirdir. Belarus, Macaristan materik daxili ölkələrdir. Bu doğru fikirdir. Böyük Britaniya, İrlandiya konstitusiyalı monarxiya dövlətləridir. Bu yanlış fikirdir. Belə ki, İrlandiya respublikadır. Cavab C variantı. Peru, Boliviya unitar ərazi quruluşuna malikdirlər. Doğru fikirdir. Rusiya, Nigeriya milli etnik əsasda federativ ölkələrdir. Bu da doğru fikirdir. Azərbaycan Respublikasının düzən torpaqlarına aid olan xüsusiyyətləri müəyyənləyək. Şirvan, Muğan, Mil və Qarabağ düzlərində açıq şabalı torpaqlar formalaşmışdır. Şərti yanlışdır. Burada əsasən boz-bozqonur torpaqlar olar. Birinci şərt yanlışdır. Deməli, birinci şərtin verildiyi variantları silə bilərik. Naxçıvan Araz boyu düzənliklərində boz torpaqlar formalaşmışdır. Şərti doğrudur. Lənkəran ovalı və Talış dağlarının ətəklərində boz-qonur torpaqlar rast gəlinir. Şərti yanlışdır. Çünki burada əsasən sarı torpaqlardır. Üçüncü şərtin verildiyi B variantını da silirəm. Şollar düzü, Qanıq, Ərçay vadisi və Kür boyu ərazilərdə çəmən meşə torpaqlar yayılmışdır. Bəli,
intrazonal Tuğay meşələrinin altında. Abşeron yarımadası şəhər Ordubad düzündə tallar şəklində şoran torpağına rast gəlinir şərti də doğrudur. Cavab Y variantı. Aral dənizi sahilləri, hava adaları və Krım yarımadasında aid ümumi xüsusiyyətlər. Təbii rekreasiya ehtiyatları ilə zəngin ərazilərdir. Bəli, adı çəkilən hər 3 ərazi turizmin inkişaf elədiyi yerdir. A variantını götürə bilərik. Qarabağ və Şirvan düzlərində yerləşən inzibati rayonlara müvafiq olaraq müəyyən edək. Qarabağ düzündə Tərtər, Ağcabədi və Bərdə. Deməli, birinciyə A, D, Y, Şirvan düzündə isə Kürdəmir və Göyçay. İkinciyə B, C. Cavab C variantı. Uyğunluğu müəyyənləyin. Azərbaycan, Qazaxıstan və Özbəkistan üçün xüsusiyyətləri seçəcəyik. Əhalisi Türk dil qrupunun Qıpçaq qoluna aiddir, şərti Qazaxıstana aiddir. İkinciyə A. İkinciyə A-nın verilmədiyi variantları silirəm. Yalnızca B variantı qaldı göründüyü qədər. Sahəsinə görə ən böyük Türk dövlətidir, o da Qazaxıstana aiddir. İkinciyə eyni zamanda B. Əhalisinin çox hissəsi Türk dil qrupunun Uyğur qoluna aiddir, şərti Özbəkistana aid. Üçüncüyə C. Palçıq vulkanlarının sayına görə dünyada fərqlənir, şərti Azərbaycana aiddir. Birinciyə D. Ərazisinin çox hissəsi Amudarya və Sırdərya çayları arasında yerləşir, şərti də Özbəkistana aiddir. Üçüncüyə Y. Cavab B variantı. Beynəlxalq iqtisadi əlaqələrin müvafiq olaraq ən yeni və ən qədim forması. Ən yeni forması elm-texniki əməkdaşlıqdır. Ən qədim forması isə xarici ticarətdir. Burada cavab D variantıdır. Xəritə sxemdə ştrixlənmiş ərazilərin ümumi əlamətləri müəyyənləyək. Burada ştrixlənmiş ərazilərin çöl zonasına aid olduğu, yəni Şimali Amerikada preri, Cənubi Amerikada pampa olduğu görünür. Enlik zonalığının pozulması aydın müşahidə edilir. Şərti yanlışdır, çünki enlik zonalığı dağlıq ərazilərdə pozulur. Birinci şərtin verildiyi variantları silirəm. Yanar faydalı qazıntılar hasil edilir, şərti də yanlışdır. İkinci şərtin verildiyi variantları da silirəm. Ot bitkiləri, ağac bitkiləri nisbətən üstünlük təşkil edir, şərti doğrudur. Tropik bitkilər yetişdirilir, şərti yanlışdır. Dünyanın əsas tağılçılıq bölgələridir, şərti doğrudur. Münbit qara torpaqlar yayılmışdır, şərti də doğrudur. Cavab Y variantı. Sxemdə təsvir edilmişdir. Burada gördüyümüz qədər bir çay yatağı var. Çay yatağının altında bərk suxurlar səthə çıxıb və çay yatağı boyunca suyun üzünə daşlı ərazilər çıxır və bu çaydakı astanalardan xəbər verir. Cavab A variantı. Doğru bəndləri müəyyənləyək. Alüvyal düzənliklər buzlaqlama fəaliyyəti nəticəsində yaranır, şərti yanlışdır. Birinci şərtin verildiyi variantları silirəm. Kiçik Qafqaz dağlarında maqmatik suxuların üstünlük təşkil edir, şərti doğrudur. Şaxta silsiləsində morenlər geniş yayılmışdır. Şaxta silsiləsi Kiçik Qafqazdadır və morenlər əsasən Böyük Qafqazda, yəni buzlaq mənşəli reliformalar əsasən Böyük Qafqazdadır. Üçüncü şərt yanlışdır. Küraraz ovalına alüvyal mənşəli suxularla örtülmüşdür. Bəli, çayların gətirdiyi çöküntülərlə örtülüdür. Kiçik Qafqaz tektonik zonasının bəzi hissələrində 8-9 bal gücünə zəlzələlər ola bilər. Şərti də doğrudur. Cavab C variantı. Exolotdan okean dibinə göndərilmiş səs siqnalı 6 saniyə sonra geri qayıdarsa dərinliyi müəyyənləyək. Əgər 6 saniyə gedib qayıdırsa, deməli 3 saniyə gedir, 3 saniyədə qayıdır. Və bu 3 saniyəni də exolotun sürətinə, səs siqnalının sürətinə, yəni saniyədə 1500 metrə vursaq, dərinlik olacaq 4500. Cavab A variantı. Hava nəqliyyatında yükdaşımalara görə fərqlənən regionlar. Bu regionlar əsasən Avropa və Amerika arasında olur, Şimali Amerika arasında. Burada cavab C variantı götürülə bilər. İnkişaf etməkdə olan ölkələrə aid xüsusiyyətləri müəyyən edək. Təsərrüfatın ərazi quruluşu əsasən monosentrikdir, yəni tək mərkəzlidir, şərti doğrudur. Təsərrüfatın sahəvi quruluşunun 3-cü və 4-cü sektorun payı yüksəkdir. Bu sektorların payı əsasən inkişaf etmiş ölkələrdə çox olur. İkinci şərt yanlışdır. İkinci şərtin verildiyi variantları silirəm. Təsərrüfat əsasən bir mərkəzdə və ölkənin paytaxtında yaxud liman şəhərində cəmlənən şərti də doğrudur.
Deməli, Y variantda silinə bilər. Sənaye mərkəzləri ilə yanaşı zəif inkişaf etmiş rayonlar da mövcuddur şərti doğrudur. Elektrik enerji istehsalı yüksəkdir şərti əsasən yüksək iqtisadi inkişafa, güclü sənayeyə malik olan inkişaf etmiş ölkələrdə daha çox olur. Ərazilərində köhnə tənəzzülə uğramış sənaye rayonları mövcud olur. Bu da polisentrik, çox mərkəzli təsərrüfata malik olan inkişaf etmiş ölkələrə aid olur. 6-cı şərtdə yanlışdır, cavab D variantı. Temperaturu 30 dərəcə olan 5 kub metr havada nisbi rütubətlik 45% olarsa, havada olan su buxarının miqdarını hesablayaq. 30 dərəcə Selsidə 30 qram su buxarı ola bilər, yəni 30-100% yazırıq. Ancaq şərtdə verilir ki, cəmi 45% rütubət var. Deməli, x qramda 45%. Deməli, x bərabərdir 13,5 qram su buxarına. Və söhbət 5 kub metr havadan getdiyinə görə aldığımız rəqəmdə 5-ə vursaq, cavabımız olar 67,5 qram su buxarı. Cavabımız 67,5. Mil Muğam və Şirvan Salyan iqtisadi rayonlarına aid ümumi əlamətlər. Rekreasiya ehtiyatı ilə zəngin şərti yanlışdır. Neft və qaz hasilatı ixtisaslaşmış sənaye sahəsində bu şərtdə yanlışdır. Ərazisindən ölkə əhəmiyyətli dəmir yolu və avtomobil yolları keçiş şərti doğrudur. Buraya Bakı, Qazax və Ələt-Culfa dəmir yollarını misal göstərmək olar. İki tektonik zonada yerləşirlər şərti yanlışdır. Hər ikisi yalnızca Kür dağı çökəkliyi tektonik zonasında yerləşirlər. Xarici ölkə ilə həmsərhəddir şərti doğrudur. Hər iki iqtisadi rayonun İranla sərhədi var. 3-5. Xəritə sxemi əsasən əkinçiliyin inkişafı üçün əlverişsiz təbii şəraitə malik olan əraziləri müəyyənləyək. Bu ərazilər Avstraliyanın səhralıq zonaları, Orta Sibirin daimi donuşluq zonaları və Amazon cəngəllikləri götürülə bilər. Su ehtiyatlarına nəzarət zəminində hansı ölkələr arasında münaqişə baş vermişdir? Burada söhbət Hindistan-Pakistan arasında, Sudan-Misir arasında və İraq-Suriya arasında olan münaqişələrdən gedir. Cavab 3, 4, 6. Hindistan və Pakistan arasında Pəncab bölgəsi, Sudan-Misir arasında Asuan zonası, İraq-Suriya arasında isə Dəzlə və Fərat çaylarının su ehtiyatlarına görə münaqişələr olub. Uyğunluğu müəyyənləyək. Keyfiyyət fonu üsulu, izoxəttlər üsulu, areal üsulu. Coğrafi obyektlərin kəmiyyət göstəriciləri ifadə olunur. Bu şərt bu üsulların heç birinə aid deyil. Fiziki xəttdə dağlar, yüksəkliklər, yaylılar bu üsula təsvir edilir şərti keyfiyyət fonu üsuluna aiddir. Birinciyə B. Təbii zonalar, landşaftlar, bitki və heyvan növlərinin yayıldığı ərazilər təsvir olunmuş şərti areal üsuluna aiddir. 2-yə, 3-ə C. Havanın temperaturu, təzyiq, yağıntıların paylanması təsvir olunur şərti isə izoxəttlər üsuluna aiddir. Burada izobarlar, izotermlər, izogietlər və s. istifadə edilir. 2-ciyə D. Okean cəryanları, çayların axın istiqamətləri bu üsula təsvir olunur. Bu da hərəkət xəttləri üsuludur. Yəni Y də bunların heç birinə aid deyil. Birinciyə B, ikinciyə D, üçüncüyə C. Ərzaq çatışmazlığı problemi təbii, iqtisadi və siyasi amillərin təsirilə baş verir. Hal-hazırda təbii resursların azalması və ətraf mühitin çirklənməsi, iqlim dəyişikliklərinin yaratdığı kəskin hava şəraiti, siyasi konfliktlər insanların qidası üçün zəruri olan məhsulların istehsalına mane olur. Qeyd edilən amillərlə yanaşı, bəzi ölkələrin keçmiş müstəmləkə siyasətinə məruz qalması onlarda bu problemi yaradan əsas səbəblərdən biridir. Mətndə əsasən ərzaq çatışmazlığına birbaşa təsir edən kataklizmləri, təbii prosesləri müəyyən edib yazaq. Buraya biz quraqlıq, sel, daşqın kimi kataklizmləri göstərə bilərik. Cədvəldə verilmiş nümunələri mətndə verilmiş amillərə əsasən qruplaşdıraq. Burada birinci rəqəmi ilə təbii amillər, ikinci rəqəmi ilə siyasi amillər götürülməlidir.
Əhalinin artımına uyğun olaraq ərzaq istehsalının artmaması. Bu bir siyasi amildir. Taxıl zəmilərinin çəyirtkə istilasına məruz qalması təbii amildir. Silahlı münaqişələr siyasi amildir. Mövsümi quraqlıq səbəbindən sahil zonasında, bu Afrikadadır, tropik və subekvator ərazilərin arasında yerləşən ölkələrdə heyvandarlığın zərər görməsi təbii amildir. Çoxsahəli kənd təsərrüfatının mövcud olmaması, bu da siyasi amildir. Mətndə qeyd edilmiş ölkələrdə yaranan ərzaq probleminin siyasi səbəbini izah edək və bu tip ölkələrə aid nümunə yazaq. Mətndə verildiyi kimi, keçmiş müstəmləkə siyasətinə məruz qalması onlarda bu problemi yarada bilər və bu tip ölkələrə əsasən Afrika ölkələrini, Kongo, Sudan, Angola kimi və Hindistanı misal göstərmək olar.